inanıram ki, Ali Başkomanda İlham Əliyev cənablarına aparmış olduğu uğurlu, daxili və xarici siyasət nəticəsində nəinki Dağlıq Qarabağda, hətta Qərbi Azərbaycandan başlanan köç həmin yolla girib, qürbətdə qalmış, yalı tapdağı altında olan vətən torpağına qayıdacaqdır. Allah bu günümüzdə yaşadan şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan can sağlığı dilirik ki, axı biz babalarımızla öydüyümüz kimi gələcək nəsillər də bizimlə öysünlər. Bəli, bugün mən arz edirəm ki, şagirdlərimiz gələcəkdə öz elmi bilikləri daha da inkişaf etdirib, müstəqil suveren Azərbaycanımızın işıqlı gələcək üçün əllərindən gələni əsirgəməsinlər. Mən arz edirəm ki, şagirdlərimiz öz elmi biliklərini daha da inkişaf etdirib, o taylı bu taylı Azərbaycanımızın işıqlı gələcək üçün əllərindən gələni əsirgəməsinlər. Hörmətli tədbir iştirakçıları, bu zaman Azərbaycanın böyük sərkərdəsi Şah İsmail Xətainin sözlərini xatırlayıram. O deyirdi, bu böyük məmləkətin varisləri sizsiniz. Bu vətən, bu millət yolunda ya şəhid olun, ya da qazi. Bugün bizim hər birimiz milli qəhrəmanlarımız kimi, yəni Mübariz İbrahimov, Polat Həşimov, Allahverdi Bağırov və digər şəhidlərimiz kimi hər zaman can qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərdəsi deyər can, qoyaram başım ayaqlarına, ey doğma torpağım, ey Azərbaycan demək bacarmalıyım. Bəli, çıxışımın sonunda bildirmək istəyirəm ki, bugün bizim hər birimiz Ali Başkomandan İlham Əliyev cənablarının ətrafında daha sıx birləşməli, onun siyasətini dəstəkləməli və Ali Başkomandan kimi hər bir əmrinə müntəzir olmalıyıq. Azərbaycan, mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər.